Sam, sama, sami. Gördüyünüz kimi son hərf dəyişir. Deməli, ismin cinsindən asılıdır. Əgər isim kişi cinsindədirsə, deyəcəksiniz sam. Əgər qadın cinsindədirsə, deyəcəksiniz ki, sama. Əgər cəmdədirsə, sami. Və bu söhbət daha çox canlılara aiddir. Məsəl üçün, siz əgər kişisinizsə, deyəcəksiniz ki, məsələn, mən özüm edəcəm. Kişilər deyəcək ki, я сделаю сам. Qadınlar deyəcək ki, я сделаю сама. Cəmdə deyiləcək ki, məsələn, мы сделаем сами. Və yaxud eləcə də müraciətdə, məsələn, uşağınızı istəmirsiniz ondan bundan asılı olsun, özü etməyi bacarsın, deyəcəksiniz ki, сам делай. Övladınız oğlandırsa, deyəcəksiniz сам делай. Qızdırsa, deyəcəksiniz ki, сама делай. Eləcə də ki, övladlarınıza bir yerdə deyəcəksinizsə, onda deyəcəksiniz ki, sami делайте. Bu cür çox rahat. Əzizlərim, əgər tez bir zamanda sərbəst özünüz heç kimdən asılı olmadan, heç bir kursa yalandan aylarla pul tökmədən, müəllimlərə pul tökmədən, sərbəst özünüz rus dilində bir neçə aya danışmaq istəyirsinizsə, onda danışıq kitabımı əldə edin. Aşağıda ətraflı məlumat vermişəm. 2026-cı ildə bitəcək. Ancaq siz nəyə nail olacaqsınız? Bax, bu sualı mütləq özünüzə verin.